Verilən sonsuz dövr onluq kəsirlərin dövrü kəsirini adi kəsirə çevirdikdə məxrəcdə alınan ədədlərin cəmini tapın. 1 tam, burada var deməli 10-da A, 100-də B və dövrdə C ədədi var. Bunu yazmaq üçün dövrə qədərki ədədlərin sayı qədər 0, dövrdəki ədədin sayı qədər isə 9 yazırdıq məxrəcdə. Yəni 900-də A, B, C 3 rəqəmli ədədi çıxılsın dövrdə qədərki ədəd A, B 2 rəqəmli ədədi. Və ikinci ədədimiz olacaq 0 tam. Deməli 0 tamı yazmayaq çünki adi kəsir yazırıq. 0 tam olacaq. Deməli dövrdə 2 dənə rəqəmimiz var. 2 dənə 9 yazırıq məxrəcdə. Dövrə qədər isə 0 bir dənə rəqəm var deyə bir dənə 0 yazırıq. Sürətdə isə A, B, C 3 rəqəmli ədədi çıxılsın dövrə qədərki A rəqəmi. Bizə lazımdır ki, adi kəsirə çevrildikdə məxrəcdə alınan ədədlərin cəmi. Birinci məxrəcdə 900 alınır, ikinci məxrəcdə isə 990 alınır. Toplasaq 0, 9, 1890 alarıq.